İnsan üçün təhlükəli amillərdən biri öz əməllərini yaddan çıxarmasıdır. Öz əməllərini daimi yada salmamağıdır. Mənəvi cəhətdən insanı uçuruma aparan amillərdən biridir insanın əməllərini yaddan çıxarmağı. Necə? Məsələn, bir ticarətçini düşünün. Ticarətçi öz ticarətində olan haqq hesabı bilmir. Yəni, hesab aparmır ki, bugün nə qədər qazandım, bugün nə qədər ziyan elədim. İnsan da belədir. Əgər özünü haqq hesab etməsə, özünü hesaba çəkməsə, neyniyəcək? Ziyana uğramışlardan olacaq. Bilməyəcək ki, hansı əməlləri eləyib və hansıları düzəltmək lazımdır, hansılarını çoxaltmaq lazımdır. Yəni, sənin haqq hesab etməyin özünü buna bənzəyir ki, sən neyniyəcəksən? Düzəldəcəksən, tərbiyə eləyəcəksən özünü. İnsan iki üsulla özünü haqq hesab eləməlidir, düzəltməlidir. Birinci, mühasibə yoludur, ikinci, müraqibə yoludur. Mühasibə yolu nədir? İnsan gün ərzində etdiyi əməlləri günün sonunda araşdıra. Baxa görə nə əməl eləyib? Sadəcə araşdıra. Özü-özündə araşdıra. Müraqibə isə halal və haramın bilə. Yəni, özünü hesaba çəkərək halal və haramın bilə. Haram varsa düzəldəcək, halal varsa çoxardacaq və şükr eləyəcək. Allah təbarək və Teala da Qur'an-ı Kərimdə bunun üçün bizə ayə buyurur. وَتَنْظُرَ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ. Hər kəs sabah üçün nə etdiyinə nəzər salsa, deməli, bütün işləri düzələcək də bunun. Sabahını düşünəcək bu insan. Sabahını düşünəndə heç vaxtı ziyan etməyəcək. Özünü düzəldəcək, özünü tərbiyə edəcək.